Sizin alkışlarla bu şehirde toy olsun. Tarçı köklə tarını, incə telləri dindir, bəxçi əlin işləsin, qəlbimizi sevindir. Tarçı köklə tarını, incə telləri dindir, bəxçi əlin işləsin, qəlbimizi sevindir. Toy günüdür, əl çalır. Eşitmirəm, əl çalır. Hoş gördük sizi əziz televizyon tamaşaçılarım. Toy olsun verilişi eşitlədi. Əziz tamaşaçılar, bildiğiniz gibi biz en güzel misyeyle məşğuluq. Neye gülürsünüz? Ben size gülürəm. Ha, bugün de biz kiminsə ələ verəcəyik, onu xoşbəxt edəcəyik da. Necəsiz, necəsiz? Ələ getdiniz, necə oldu? Yaxşıdır? Şey yaxşı olmadı. Hamısı buradadır, hamısı buradadır. Hoş geldiniz. Kim ələ getmək istəyir, əlini qaldı. Xahiş edirəm. Bugünkü bizim verilişimiz tam sərbəst bir veriliş. Kim ələ getmək istəyir? Siz? Siz o sifətlərə getmək istəyirsiniz. Toy olsun, bayram olsun, həyat bir aman olsun. 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 Verilişdən sonra yadmazsan sənə bir dənə yaxşı, yağlı bir söz deyim. Oldu? Mən, bax orada xanım əlini qaldırıb, xahiş edirəm. Siz keçən dəfələ getdiniz axı, nə oldu? Hə? Pis ol. İndi ilə getməyəcəksiniz. Gəl. Xahiş edirəm xanımımızı ürəkdən alqışlayaq. Gəlin. Maşallah. Buyurun. Xanım, mənim üstümə gəlməyə lazım deyil. Mən aparıcıyam. Xanımın gözü qaynayır. Məni bir dəfə soyundurdu, bir dəfə də geyindirdi. Oturun, buyurun, oturun. Otur. İstəyirsən oturma. Prakat almışıq o stullara. Xanım, necəsiz? Özünüzü utanmayın. Canlı yanası. Utanma. Yaxşıyam. Adı mən verişində 5 dəfərə getmişəm. Hər utanırsan. Adınız nədir xanım? Güclü ki bu. Adım Zorro. I want to spend my lifetime loving you. If I can spend my life, I ever do. I will for nothing else to see me through. If I can spend my lifetime loving you. Hiç bizim efirde söğüş olmaz. Axırıncı dəfə olsun. Zorro, belə ad, çox belə incə adınız var, xanım. Çox incə adınız var. Familiyamız nədir? Qələndərov Zorro. Xanım çox həyəcanlıdır. Qələndərova. Düz deyin familiyamızı. Yox, Qələndərov. Mən ərə gedəndə ərimin familiyasını götürmüşəm. Ərimin familiyası Qələndərov idi. Qələndərova yox, başa düşdün? Mənim üstümə nə qışqırırsan ki? Sən mənim o bu sifətimi görmüşsən. Qələndərova Zorro xanım. Bəli. Siz indi ərə getmək istəyirsiniz. Bəli, ərə getmək istəyirəm. Laf yaxşı. Düzdür, mən ərdə olmuşam. Bilirəm. Amma indi subayam. Neçə dəfə ərdə olmuşsunuz? Deməli... 4 dəfə ərdə olmuşam. Şot eteli be. Yox, dayan. 5 dəfə. Neyse, 4-5 dəfə ərdə olmuşam. Amma indi faktişdə subayam. Subaysız da. Bir də hesab eləyək ki, siz vəbşə ərdə olmamışsınız. Bəli. İndi ərə getmək istəyirsiniz. Bəli, üzr istəyirəm, bir dəqiqə. Ne ediyorsunuz hanım? Çox üzr istəyirəm. Zəng eləməliyəm. Canlı yayın deyə olmaz zəng eləmək. Bir dəqiqə. Xahiş edirəm, xanım. Bir dəqiqə. Yaxşı. Alo? Oğlum, necəsən? Hə? Yaxşıdır, adı boy verir. Şanıvı azar kimdir? Adı Anodur da. Hə.
edirəm deyə nömrəmi dəyişmişəm. Hə, yaz bilən, tez ol. Hə, köpək oğlu, açırsan deməli ailəsi, baxırsan mənə. Hə? Nə verilişinə? Ada verilişin adı sənə papaqdaram, ha? Çox üzr istəyirəm. Çox heyecanlıyam. Bilirsiniz, ümumiyyətlə mən mədəni ailədə böyümüşəm. Demək olar ki, ziyalı xanımam. Bəli, görünür elə ziyalı tökülür sizin ətəyinizdən. Xanım, biraz özünüzdən danışarsınız, amma siz çox bəxti gətirən bir xanımsınız. Artıq evki düşən var sizə. Gəlsin, gəlsin, mən razıyam, gəlsin, problem yoxdur. Ciddi eləməyin də, görək kimdir. Yaxşı. Alo. Alo. Biz sizi eşidirik. Salam. Əleyhissalam. Necəsiz? Çox sağ olun. Mən sizə görə zəng elədim. Bəli. Hə? Bəli. Başı xarabdır, mən kişiyəm. Mən kişiyəm. Siz məni ala bilməsiniz. Başa düşürəm, kişisiz. İş burasındadır ki, mən də qadınam. Prosta soyuqlamışam, biraz səsim erkəkliyim. Mənim çoxdanki arzum idi ki, mən sizin kimi gözəl, göyçək, simfotik bir kişi ilə ailə qurum. Bilirsiniz, sizdə prosta abayaniye var da, siz... Nə var? Nə bilim, Axırda dediyimiz neydi? abayaniye. Abayan nədir? Nəysə, yaxşı söz oxşuyur. Bilirsiniz, xanım, əgər belədirsə, onda siz mənə deyin, harada işləyirsiniz? Neçə dəfə ərdə olmuşsunuz? Mən necə oldu ki, sizdən belə xoş gəldim? Alo? Tut. Bu da mənim qismətim. Qismetimiş qızıl gülün butası, sən olasan yetdi oğul atası. Qız evini boynu bükü görədə, seçiləsin bəy evini budası. Nəysə, gəlin özümüz haqqında danışım. Zorra xanım. Bəli. Siz əldə olmuşsunuz. Bəli. Təbii ki, ərdə olan uşağı da olmalıdır da. Neçə uşağınız var sizin? Deməli, mənim rəsmi 8 uşağım var, 5 nəvəm var, bir nəticəm var. Ümumiyyətlə bilirsiniz mənim üçün necədir? Yox. Mənim üçün uşaq doğmaq siqaret çəkmək kimi bir şeydir. Doğru. Mən başladım doğmağa taata bilmirəm, yaman tez vərdiş eləyirəm. Deyirəm ki, sizin də siqaretin üstündə yazırlar, sizin də üstündə yazırlar ki, uşaq doğma sizin səhhətinizə ziyanı. Zorra xanım oldu, adınız. Bəli, zor. Zorra xanım, neçə yaşında ərə getmişsiniz ilk dəfə? Deməli, ilk dəfə 15 yaşında ərə getdim. 5 yaşında. O da bilirsiniz necə oldu? Uşağı idim, Başıma anlatdılar ki, dedilər, Kaçeliyə gedirsən. Bir də gözümü açıram ki, ərə gedirəm. İkincidə də 17 yaşında ərə getdim. Gedən kimi də doğdum ki, mən əskərliyə aparmasınlar. Sonra eşitdim ki, gərək 2 uşaq olsun ki, əskər aparmasınlar. Mən də ikincini doğdum. Sonra qanun çıxdı ki, gərək 3 uşaq olsun. Mən də üçüncünü doğdum. Sonra bilirsiniz nə olur? Yox. Təsadüfən belə arvadlarla söhbət eləyəndə eşidirəm ki, ümumiyyətlə bizdə arvadları əskərliyə aparmırlar. Qazımışqa mən elə boş-boşuna doğuranmış. Üçüncü dəfə bilirəm, mərcə uduzu mənə getmişsiniz, dördüncü dəfə kartda uduzu mənə getmişsiniz, nəysə. Aparıcı mənim. Bəli. Çox üzr istəyirəm. Buyurun. Bir sualım var sizə. Buyurun. Bayaqdan susa baxıram. Həmişə sün verişdə 2 aparıcı olurdu. İndi siz hansısınız? Ulvira yoxsa Elgiz? Çox oxşuyur. Az nəyimiz oxşuyur? Ulvira belədir. Mən belə. Ulvira belə görür. Mən belə. Özü də Ulvira xanım çox. Açıqlama edeyim. Ulvira xanım hamilədir. Bu yaxında doğacaq. Sağ ol mənim başıma. O mənada yox. Yəni evlənmək barəsində deyirəm. Bilirsiniz sonra xanım. Məktəb vaxtı qızlar mənim üçün ölürdülər. Doğrudan. Adə bəs nə üçün evlənmədin olan biri ilə? Deyirəm bax, hamısı məni görürdülər, ölürdülər. Belə edirdim onlara, ölürdülər hamısı. Yaxşı, sonra xanım, telefon zəngindən deyəsən tamaşaçımız var. Lap yaxşı gəlsin.
Gəlsin. Alo, biz sizi eşidirik. Görə kimdir də xanım? Alo. Bəli. Ay salam Meleşi derdin alo. Gəlin, problem yoxdur. İstəyirsiniz heç gəlməyin. Yerimizi deyim, mən özüm gəlim. Bir dəqiqə xanım, bəlkə o elə bəyəkki xanımdır zəng eləyib mənə görə. İmkan verin də, bəlkə mənim də bəxtim açılır deyilsə. Alo. Bəli. Salam Meleşi. Kimə görə zəng eləmişsiniz? Ben de o Zorra Hanım'a göre zenginleşim. Derdin alayım. Gecinin gəl. Evet, sen kazan alıp sen ne bildin ki ben lütfen. Bu nə danışıqdır? Doğrudan 300. Bu burada əridir. Ay qız özünüzə gəlin. Bu Aynesfeld burada olmaz belə hərəkətlər eləmək. Ay siz ağzınıza gələn danışmayın. Doğrudan lütfü. Evet, sen derdin alayım. Lütfen olayım. Sen zarafat eyledin. Ben de zarafat cevap verdim. Lütfen olayım. Aha. He. Demeli ben özüm Zorra Hanım'a göre zenginlemişim ama evlenme məqsədindən yox. Bura baxın. Xahiş eləyirəm. Biz kişilər qadına başqa məqsədlə zəng eləməməliyik. Bəs sizə imkan ver də bir deyəndə nə olur? Bir köylü məqsədlə zəng elib ki, ələ getmək onun yanında heç nədir. Sən manyaqsan? Eşidirəm sevgilim. Məqsədinizi deyil. Hara gəlim? Deməli mən Gürcüstanda yaşayıram. Mənim bu striptiz klubum var burada. Mən istərdim ki, Zorra Hanım orada gəlib işləsin. Nə yaxşı. Heç bir problem yoxdur ki. Mən qəşəng striptizdə oynayıram. Ata sürpriz. Bax belə. Belə direkt oynayıram. Qadan alım. Sənin striptiz oynamaq üçün 16 düymə turba lazımdır orada. Eşitdin? Sen bana oynamak için yok, oynayan var. Bana zat lazımdır. Kapıda akrana lazımdır. Şkaf. Buna bak ha, at boydan. At boydan akbağım bir akbağım. Öyle bir iş düzeltmek gittiğinde sen geleyim. At boydan. Sen otur aşağı. Ben başım çıkmıyorum. Eve gitmeye gelmişsiniz yoksa turba üstüne çıkmaya. Deyin gönlüm size neçe kişi lazım. Ev olsun. Pulu olsun. Ondan ter gelsin. Bığı olsun. He? Bilirsiniz. Yok deyim bilim de. Deyim də, mən həyatımın kabilini axtarıram. Ben indi hardan bilip daha hayatımın kabili hardan çekilir? Kabil nedir? Başa Ha, düşmədiniz. page deyir. Ha, page deyir. Ay sağ ol. Mən istəyirəm ki, bax o kişidən elektrik alım. Ha, enerji demək istəyir. Ay sağ ol. Mən istəyirəm o kişi mənə. Mən ona, bilirsiniz, deyə bilməm. Bilirəm. Ha, nə alasınız? Enerji. Elektrik. Hər şey alım. Hər şey alım. Ha, yaxşı. Telefon dəngimizdə bir tamaşaçımız var. Görək, onda elektrik var. Gəlsin, problem yoxdur. Alo. Mantörsünüz siz? Salam Meleşi. Aleyküm selam. Ben rayonuna zenginleşim. Özümde çobanım. Problem yoxdur. Yok, çobanlı kişiydi. Bir sakin dur. Evlenlerdi. Ha sakin dur yerinde bir gel diyorum. Zenginlerin hafiften. Sakin dur. Bir sakin dur. Başka Sen araba. Acada. Acada. Acada değil, benden sen. Ha senle de öyle mi? Yanındakinden ha. Acada senden de. Bəli. O sağ kılçanın altını bana görsetmiyorum. Buna başları kaladı. Buna kaldırdı. He. Sana kaldım sana ayağı. Acada. Bəli. Ha senle de öyle mi? Yanındakinden ha. Bendendir. Beni. Yanında azad var mı? Nerede bu? Operatör var mı yanında? Ha, müttef var. Ha, denen Çoban o ki kızın, çobanı. o kızın denen dişlerini bana kurupunu görsetsin diyorum. Neyini? Dişlerini. Yakın diş diyorsun. Dişlerini diş. Ha yok o raddolsun ana çok kocadı sağ ol. Ahmak, terbiyesiz. Zorla hanım sizin için at değil, o kadındı. O zat seni sert övlədə Ederim. bağlaram, ay balam bağlaram. An içirəm səni məxmər çollarım, ay bozat çollarım. Şimdi seni bağlayacağım o sert övreye, bozatın yanına. Biz burada talih hərberliyiz. Zorla hanım fikir eləmeyin. Gelin sizin Ev yox. məhəbbətinizdən danışaq. Neçənci sinifdə sevmisiniz? İlk məhəbbətim məktəbdə olub. Məktəbdə olub. Bəli. Neçənci sinifdə də mən onu Başa soruşuram. xarabdır, sinif nədir? Mən məktəbin bufetində işləyəndə əmək müəlliminə vurulmuşdum. Aha. Sonra xalam oğlu ilə görüşürdük, amma əlim onun əlinə dəyməyib ha. İndi öz aramızda qalsın, ara bir belə maçqıç olurdu. Amma
elim onun əyninə dəyməyib ha. Sonra evdəkilər dedilər ki, ay balam da bəs sürün də. 3 ildir görüşürsünüz, var bəs sürün. Biz də dedik ki, bəs ayrıldıq. Ayrıldıq. Telefon zəngini tamaşasın. Alo. Алло, Gəlin. здравствуйте. Gecinin gəlin. Меня зовут Саша. Я реально живу в Москве, Da. но сейчас mən Bakıdayım və mən o zada görə zəng eləmişəm. O Karoğlu'ya görə zəng eləmişəm. Kimə görə? Ну, как ее, да, Qaçaq Nəbi, вот, ona görə. Qaçaq da bir kimdir? Qoy mənim qabağıma kim çıxıb görsən. Ну, вот, как Qaçaq. ее зовут? Robin Hood'a görə zəng eləmişəm. Sənə görə? Robin Hood deyib, Zorro xanımdır bu, Zorro xanım. Ay sol, sən qadan qalın. Bax, ona görə zəng eləmişəm. Gecinin gəl. Geyinmişəm də, kezinmişəm də, özüm də buradayım. Harada oturum? Hardasın? Buyurun. Он Burada из hər şey Васеньки, bəyləşir. крутой бизнесмен. Его знает ваш лободик в Москве. Пришел из Африки белоснежный барс. За хлор бараник предлагает гамбург. Hoş gəlmişsiniz. İndi siz evlənmək istəyirsiniz. Bəli? Да. Реально, меня зовут Саша. Я живу в Москве, и я хочу жениться. Da. Как клево, Nə deyirsən? как клево. Kuleva da. Maşa, Саша, başın girsin aşağı. Biraz özünüz hakkında danışın. Harada okuyupsunuz? я не певец. Вы какой институт читали? Учился? Да. А я не учился, я диплом дал, деньги женился. Seryozna? Elgiz mən nə deyir, başa düşmədim. Ali savadlıdır, bəxtinin açılıb, kül sənin başına olmasın. Doğrudan. Hadi götürün də bu hareket məni. İmkan ver. Diplomu var. Sonra, Daşa. Саша, Başın geçin aşağı. Ne istiyorsunuz? Rabota. Есть mi? Rabota. Есть mi? İşim var. короче, меня зовут Саша. Реально я Миллат, живу в Москве, и номер у меня 926 на Миллатовский номер. Да. Короче, как у нас говорят в Урсете, без денег сон крепче. Не буду гнать фургу, на обиженных воду носят. Kimden danışıyor? И, как говорят, не имей 100 друзей, а имей 100... Mujey. Нет, рублей, денег. Da, Moskva'dan mən bir çox Azərbaycanlılar kimi elmi tədqiqat institutunda, elmi işçi vəzifəsində çalışmıram. Deməli, qardaşım Kitaydan Kabil cins göndərir. Mən də Moskvada Türk cinsi adından onu satıram. Biri oğlan siqanə eləyir. Eləyir. Ümumiyyətlə, mənim üçün fərqi yoxdur necə oğlandı. Əsas bilirsiniz, kakıda, skazaçka. Ermənilər nədir? Alçaq, hə. Ay sağ ol. Bax, oğlan alçaq olmasın. Toyuz balaca olmasın. Mən istəyirəm. Yox, balaca deyir, hündür. Məndə də hündürdür. Ay sağ ol. Mənim ərim məni görəndə tayat eləsin. Tayət nədir? Bu kadar dişoğlu marojna ne yiyir? Əriyir. Ay sağ ol. Bax, mənim ərim məni görəndə Əriyəcək. tayat eləsin. Siz necə qadın istəyirsiniz? Ну, этот, конкретно русскоговорящий olsun. Öyrədərəm mən ona. Rus dili bilmir, Rus da. Bir-iki kəlmə deyir. Реально? Я русскоговорящая. Sən Но говори го, пока оппамадın. Или когда делаешь каш, одна голова хорошо, а две еще лучше. Коню подарили, а зубы не посмотрели. Если не блестит, значит не золото. Яблоко яблокое бензер. А дальше, в общем, Лугуна, вы задавайте мне вопросики, а я буду вам ответички. Yaxşı təxmin edir. Zora xanım, у вас хобби есть? Başa düşmədim, nə deyir? Deyir, hobbim var. Var idi, kəstirmişəm. Как это? У меня хобби был. Вот здесь хобби был, я отрезал. Az quşlama, o kör bağırsaldı. Slipoy kişkadı o, başka şeydi. Sakit katladı. Ну, как вы, на это женщин жениться будут? Жениться будут?
Alacaksan barbadı. Мне мама сказала, что, сынок, иди в Азербайджан, Da. женись к черту. Ay sənin anava qurban olum. Onda Kurban olum seni doğan anaya, seni doğup beni saldı anaya. Kurban olum seni doğan anaya, seni doğup beni saldı anaya. Çekerim nazını herden ne kadar ne kadar. Veriliş kurtarır. 5 dəqiqədən sonra gözlə məni fayda. Sənə sözüm var, mütləq. Təqdə ana kəsmə öbürəyim də. Saçə daşaması. Да, реально убираем. Öbürəyim. Bir qara. Həyəcanlanmayın. Şok, şok, şok. Elini kürək, alma yanaqla. Necədir? Belə kişi istəyirdi. Tut, buraxma onda. Sen nece de güzelsen. Əsnə böcəksə. Biz bugün bir ciddi birləşdirdik. Xoşbəxt olsunlar. Şalvarım düşdü. Və gələn verişdə mütləq toy olacaq. Toy olsun verişində bütün subayları, bəxti kəsilməyənləri gözləyirik. Saşa, keçdin zibilə. Değerli Xoşbəxt ol. olsun bu toy